Fevralın 2-də Gülüstan Sarayında 11-ci Azərbaycan Gənclər Forumu işə başlayıb. Tədbirdən öncə forum iştirakçıları Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər. Tədbirdə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin gənclərə müraciəti səsləndirilib. Müraciəti Azərbaycan Respublikasının Gənclər və İdman naziri Fərid Qayıbov oxuyub. Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Anar Əliyev, Elm və Təhsil nazirinin müavini Firudin Qurbanov, Mədəniyyət nazirinin müavini Murad Hüseynov və eləcə də prezident mükafatçıları Sərxan Ağadadaşov və Lamiyə Məmmədova çıxış ediblər. 2026-cı ildə gənclər üçün prezident mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası prezidentinin sərəncamı oxunub. Sonra gənclərə mükafatlar təqdim edilib. Mükafatları Prezident Administrasiyası Gənclər Siyasəti və İdman Məsələləri şöbəsinin müdiri Yusif Məmmədəliyev, Gənclər və İdman naziri Fərid Qayıbov, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Anar Əliyev, Elm və Təhsil naziri müavini Firudin Qurbanov, Mədəniyyət nazirinin müavini Murad Hüseynov təqdim ediblər. Rəsmi hissədən sonra forum Azərbaycan Gəncləri 2035 strateji baxış və prioritetlər sessiyası ilə davam edib. Forumun davamı 3 fevralda Xankəndi Konqres Mərkəzində şəhərsalma və memarlıq ilə sessiyası və gənclərin potensialı milli inkişaf naminə mövzusunda workshop olacaq. Azərbaycan gənclərinin ilk forumunun 30 illik yubileyi çərçivəsində keçirilən 11-ci forumun əsas məqsədi gənclərin son 3-10 illikdə qazandığı nailiyyətlərin ümumiləşdirilməsi, növbəti 10 illik üçün strateji baxışın formalaşdırılması və gənclərin potensialının milli prioritetlərə uyğun səfərbər edilməsidir.